Və burada artıq Saadət xanım danışır. Saadət xanım deyir ki, buna diqqətlə qulaq asaq. Saadət xanım deyir ki, mən səni bu mərtəbədə sevməsəydim, deyir, Fəxrəddinə deyir. Mən səni bu mərtəbədə sevməsəydim, bir gün belə yaşamazdım. Mən ölmək istəmirəm. Baxın, ölmək istəyirəm demir, mən onu istəmirəm, deyir. Mən onu istəmirəm. Mən, deyir, gündə 5 yol, deyir, sənin qəbrini ziyarət eləyəcəm. Açdığım məktəbxana, azarxanaya, deyir, mücavirlik eləyəcəm. Kitabda yazarsınız, mücavirlik sözün mənası müqəddəs yerlərə xidmətçilik deməkdir. Türbələrdə, pirlər deyək, türbələrdə, ziyarətgahlarda xidmətçiliyə mücavirlik deyirlər. Mən, deyir, açdığın yerlərdə mücavirlik eləyəcəm. Yəni, sənin dediyin arzuları nə eləyəcəm? Yaşadacam, deyir. Səndən sonra mənim ömrüm çox ola bilməz. Mən, deyir, vəsiyyət eləyəcəm ki, məni də, deyir, o həmin yerdə dəfn eləsinlər, bir yerdə dəfn eləsinlər, o yerdə dəfn eləsinlər. Qəbrimiz yəni bir olsun da belə deyək. Mən onu vəsiyyət